Sumqayıtda güclü yanğın hadisəsi baş verib. Hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Hadisə dünən gecə elektrik naqillərinin qısa qapanması səbəbindən baş verib. Hadisə həmin ərazidə yerləşən geyim mağazalarının birində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, canlı qüvvəsi və bir neçə texnikası cəlb olunub. Dünən gecə saatlarında Sumqayıt şəhərində güclü yanğın hadisəsi baş verib. Hadisə şəhərin Sülh prospektində Cavid Ticarət Mərkəzində qeydə alınıb. Onda qeyd edək ki, hadisə elektrik naqillərinin qısa qapanması səbəbindən baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, canlı qüvvəsi və bir neçə briqadası cəlb olunub. Yanğın dərhal söndürülüb və digər ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Xoşbəxtlikdən həyatını itirən və ya yaralanan şəxs olmayıb. Hadisə yerinə dərhal Sumqayıt şəhər polis idarəsinin əməkdaşları da cəlb olunub. Sahibkara küllü miqdarda ziyan dəyib. Hadisənin qəsdən törədildiyi və ya törədilmədiyi isə hələ ki məlum deyil. Bu barədə araşdırma aparılır. Baş vermiş hadisə səbəbi ilə yanğın baş vermiş ticarət mərkəzinə giriş dayandırılıb. Səhər saatlarında isə ticarət mərkəzinə giriş yenidən bərpa edilir. Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə Sumqayıt şəhəri 32-ci məhəllə Sülh küçəsində Sumqayıt Ticarət Mərkəzi ASC ərazisində yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun qüvvə vasitələri yüksək çağırışla çıxış etmiş. Yanğın kəşfiyyat zamanı məlum olmuşdur ki, Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən geyim əşyaları dükanlarından birində yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi yanğın söndürənlərin sevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək Ticarət Mərkəzinin digər ərazilərinə yayılmasına qarşısı alınmış və müvəffəqiyyətlə söndürülmüşdür. Əhməd Məhəmmədov, Əli Həmzəyev, RTV Xəbər.